Xoş gördük əziz dinləyicilər. Ukraynanın Rusiyaya vurduğu Murmanskda strateji təyyarələrin olduğu yerə, bazaya vurduğu zərbə, apardığı unikal əməliyyat hələ də davam edir. Artıq Ryazanda, Leypskdə və digər ərazilərdə də hər gün, hər saat partlamalar baş verir. Və Rusiya Təhlükəsizlik Şurası Putinin başçılığı altında artıq yenidən yığılıblar. Böyük ehtimal burada ya Patruşevin, ya Şoyqunun o köhnələrdən birinin torbasını tikəcəklər, ya da ki, kimisi öldürəcəklər. Yəni, çox ağır vəziyyətdədirlər, həqiqətən bunu artıq bütün dünya mediası yaydı. Artıq Zelenski öz Dövlət Təhlükəsizlik Xidmətinin rəisini təbrik edir. 34 təyyarənin vurulmasından, yəni strateji bombardımançının məhv edilməsindən söhbət gedir. Böyük ərazilərdə bazaların vurulmasından söhbət gedir. Və bu günləri də bilirsiniz ki, artıq ikinci ya üçüncü raundda İstanbulda görüş keçiriləcəkdir. Bu görüşün onsuz da bir mənası, bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq Rusiya özünü sülhpərvər göstərmək üçün, bax görürsünüz, mən hələ də danışıqlara gəlirəm kimi göstərmək üçün məcburdur bunu etməyə. Amma bu məcburiyyətə də çox gözəl və layiqincə bir zərbə dəydi. Yəni, Ukrayna öz əlini gücləndirərək bu görüşə getdi. Yəqin ki, böyük ehtimal bu görüşdən bir şey çıxmayacaq, amma bütün dünya artıq Ukraynanın apardığı bu unikal əməliyyatdan danışır və bu bir daha onu sübuta yetirir ki, bəli, Ukraynanın bu imkanları qalmaqdadır. Hələ bundan sonra da daha ciddi zərbələr endirəcək Rusiyaya və artıq Rusiya tərəfindən də dillənilən areşniklər məsələsi var. İndi görək Putin bundan sonra neçə areşnikin atılmasından söhbət edəcək. Mən düşünürəm ki, bu Ukraynanın 4 il ərzində, 3 il yarım ərzində apardığı əməliyyatların ən gözəli, ən unikalı və ən verimlisi idi. Təkcə əməliyyatın keçirilməsi özü Rusiya xüsusi xidmət, Ukrayna xüsusi xidmət orqanlarının nə qədər peşəkar olduğunun göstəricisidir və bu peşəkarlıq bundan sonra da davam edəcək. Rusiya üçün ağır olacaq. Artıq düşünürəm ki, Rusiya bunun haqqında Patruşevi və yaxud da digərlərini tutub içəriyə atmaqla və yaxud da öldürməklə bu məsələnin öhdəsindən gələ bilməz. Artıq daha ciddi formada düşünmək məcburiyyətindədir. Təşəkkür edirəm diqqətinizə görə.